Salam dəyərli izləyicilər, İsmayıl rayonundan təqdimatlarımız davam edir. Biz yenə də Zamin Bankının arxasındayıq. İndi isə belə bir mərtəbəli həyət evini sizə təqdim eləyəcəyik. İlk növbədə həyəti ilə bağlı mən sizə izah eləyim. Bu talvar, darvaza qalacaq bu evi alan adamdır. Buranı hörəcəklər, pəncərəni də, nəfəsliyi də hörəcəklər, qapını da hörəcəklər. Özləri üçün oradan çıxış açacaqlar. Bura qalacaq bu evi alan şəxsə və əlavə olaraq da bu həyətdəki sanitar qovşaq, belə əl üz yuman yeri də qalacaq hal-hazırda təqdimatını elədiyimiz evin alıcısında. O yeni tikili evin tinini göstərin zəhmət olmasa. O tindən biz dayandığımız yerə qədər və bu hissəsi bağlanacaq, yəni hasarlanacaq. Ora qonşunun ərazisi olacaq artıq. Sizin əraziniz isə sağ istiqamətdə və biz indi gedirik oranı sizə göstərməyə. Satışa çıxarılan ev bu evdir. Gördüyünüz kimi zirzəmisi var, evin özü kürsülüdür. Evdə qəti nəmişlik deyə bir şey yoxdur. Evdə istilik sistemi, kombi sistemidir. Əlavə olaraq da, yəni ehtiyat olaraq da qaz sobası saxlanılıb. Belə bir xudmani həyəti var. Ümumi sahəsi 4-4,5 sot. Artıq sənədləşmə yekunlaşan kimi sənədi var. Sadəcə olaraq buranın yiyəsi sırf bu evi və ərazisini ayırdığı üçün sənədləşmə yekunlaşacaq 4-4,5 sot torpaq sahəsi. Bu ev üçün ayrılacaq. Gördüyünüz bu ərazi belə düzbucaqlı formasında və bu ayaqları bura gəldiyimiz yol. Qalacaq bu evin ərazisi olacaq. İndi isə evin içindən təqdimatımızı davam eləyəcəyik. Operatorumuz əziyyət çəkir. Arxa-arxaya gedə-gedə. Videonu sona qədər izləyin. Ətraflı bütün məlumat veriləcək. Evə buradan daxil oluruq. Belə bir balaca dəhliz bizi qarşılayır. Burada qardirob yığılıb. Qardirobun içində də gizli kombi avadanlığını yerləşdiriblər. Belə bura bir keçid otağıdır. Bu otağa təyinat verilməyib. Əvvəllər mətbəx olub, sonradan mətbəxi köçürüblər. Mətbəxi göstərəcək sizə. Bir keçid otağıdır. Sanitar qovşaq və hamam otağına. Gələcəkdə istəyə uyğun olaraq buranı qardirob eləyə bilərsiniz, böyük bir qardirob eləyə bilərsiniz, hol eləyə bilərsiniz. Yəni təyinatı verilməyib. Necə istəsəz elə də istifadə eləyə bilərsiniz. Və keçirik evə. Ümumi böyük bir zaldır. Pəncərələri həyətə baxır və yataq otaqlarıdır ki, bir-birində sizə operatorumuz göstərəcək. Və biz buradan davam edirik mətbəxə. Bayaqları gördüyünüz o balaca yeri ləğv edib mətbəxi bura köçürüblər və belə bir böyük, geniş, fərah bir mətbəx yaradıblar. Mətbəxdən də digər bir yataq otağına keçid var. Evin ümumi dəyəri 120 min manatdır, dəyərli izləyicilər. Ətraflı məlumat almaq üçün qeyd olunan nömrələrlə əlaqə saxlaya bilərsiniz. Videoları bəyəndiyiniz üçün, bizə dəstək olduğunuz üçün hər kəsə minnətdarıq. 7000 nəfər olmağımıza az qalıb.
Videoları dostlarınızla paylaşın, kanala abunə olun. Hər kəsə bol şans. Növbəti təqdimatlarda görüşənədək.